zövcəyi salihə, o iffətli, ismətli xanım neymətdir. Allah o iffətli, ismətli xanımları, anaları, bacıları Allah xanım Zəhradan ayrı salmasın. İmam Əli əleyhissalama çox xidmət eləyərdi. Hətta o axır anlarında, bu günlərdə, çətin olan anlarında Fizzə deyir, Mövla Əli qapını döyəndə xanım bilərdi, o da evdə səsdən hiss eləyərdi. Deyir, mən elə ki gedirdim qapını açmağa, deyərdi Fizzə, gəl kömək elə, məni yatağımdan qaldır. Deyir, o yatağından qalxardı, bir əli sınıq qabırğasında, sinəsində, bir əli də divardan tuta-tuta, asta-asta gələrdi qapını Mövla Əlinin üzünə açardı. Mövla Əli deyərdi, əm qız Zəhracan, niyə belə eləyirsən? Deyərdi, oğlu Əlican, mən sənə layiqincə xidmət eləməmişəm. Layiqincə sənə qulluq eləməmişəm. Atam Rəsulullah buyurub ki, əhl-i beytimdən ən birinci mənə sən qovuşacaqsan. Oğlu Əlican, bilirəm, mən qonağam, tez gedəcəm, amma ayağım nə qədər yeriyir, qədəmim qüvvəti var, istəyirəm qapını sənin üzvə özüm açam, sənin qulluğunda özüm dayanam.